Niyə Səfirlər romanı ədəbiyyat tarixində ən humanist əsərlərdən biri hesab olunur? Çünki Viktor Hugo bu möhtəşəm əsərində təkcə bir insanın həyat hekayəsini deyil, cəmiyyətin ədalətsizliyini, yoxsulluğun və mərhəmətin gücünü əks etdirir. Əsərin baş qəhrəmanı Jean Valjean bir parça çörək oğurladığı üçün 19 il zindanda qalır. Azadlığa çıxdıqdan sonra cəmiyyətin ona qarşı sərt və qərəzli münasibəti ilə üzləşir. Lakin bir yepiskopun mərhəməti sayəsində həyatı dəyişir və o, dürüst bir insan kimi yaşamağa çalışır. Bütün əsər boyu Jean Valjean keçmişi ilə mübarizə aparır, digər insanlara kömək edir və əslində nə qədər ali mənəviyyat sahibi biri olduğunu sübut edir. Roman boyu Fantina, Kazetta, Marius, Gavroş kimi obrazlar vasitəsilə sevgi, fədakarlıq, inam və sosial ədalətsizlik kimi mövzular dərindən işlənir. İndi bilirik ki, səfirlər yalnız bir fərdin deyil, bütün insanlığın ədalət və mərhəmət axtarışının simvoludur.